Tarix boyunca dünyada çoxlu qanlı müharibələr baş verib. Onların əksəriyyəti bir dövlətin digərinin ərazisinə hücumu ilə başlayıb və bu tərəflərdən birinin qələbəsi ilə nəticələnib. Ancaq 2-ci Dünya müharibəsi fərqli idi. Bu təkcə bir dövlətə qarşı deyil, insanlığı təhdid edən faşist ideologiyasına qarşı idi. Faşizm Alman xalqını üstün irq kimi təqdim edir, digər xalqları isə özünə tabe etməyi hədəfləyirdi. Bu, ümumbəşər mübarizədə Azərbaycanın, xüsusilə də Bakının rolu həlledici və əvəzsiz idi. Azərbaycandan 600 mindən çox insan orduya səfərbər olunmuşdu və müharibənin nəticəsindən bilirik ki, 300 mindən çox insan cəbhədən qayıtmamışdı, qəhrəmanlıq, şücaət nümayiş etdirmişdilər. Azərbaycanda yaşayan Sovet vətəndaşlarının 120-dən çox insan Sovet İttifaqı qəhrəmanı adı almışdı. Onlardan 42-si Azərbaycan idi. 1940-cı ildə Fransa və İngiltərə hökumətləri Bakının bombalanması planı ortaya qoymuşdular. Məhz ona görə ki, SSR Almaniya neft satırdı, Almaniya da həmin neftin hesabına Qərbi Avropanı işğal edirdi. Lakin 1940-cı ilin iyun ayında Fransa işğal olunandan sonra bu plan suya düşdü. Bir müddət sonra Almaniyaya neft satan SSR özü də Alman faşizminin hədəfinə çevrildi. Müharibənin əvvəlində ardıcıl uğurlar qazanan Almaniya Stalingrad döyüşündə ağır məğlubiyyətə uğradı. Bu qələbənin qazanılmasında yalnız əsgər şücaəti deyil, həm də texniki üstünlük, müasir silah-sursat mühüm rol oynayırdı. Azərbaycanda müharibə illərində 130 növ silah istehsal olunurdu. Bakının, Gəncənin bir sıra müəssisələri artıq hərbi sifarişlər yerinə yetirməyə başlamışdılar. Bilirik ki, Azərbaycanda Katyuşa raketləri yığılırdı, Yak-3 təyyarəsi burada yığılırdı, Şpagin pulemyotu burada istehsal olunurdu. Azərbaycan Lend-Lizin siyasətinin, yəni Qərb dövlətlərinin SSR-yə etdiyi yardımın əsas logistika mərkəzi idi. Buradan xammal, silah-sursat və bir sıra məhsullar daşınırdı. Təbii ki, bu daşımalar Azərbaycan dəmir yolları vasitəsilə də həyata keçirilirdi. Dəmir yolları vasitəsilə həm də neft daşınırdı. O neft ki, qələbənin qazanılmasında onun rolu danılmazdı. 4 marşrutdan SSR-yə hərbi avadanlıqlar gəlirdi. Bunlar şimal marşrutudur, cənub marşrutudur, şərq marşrutudur və Arxangelsk marşrutudur. Bunların içərisində ən təhlükəsizi isə o birisi marşrutlara baxanda ancaq Azərbaycan idi. Çünki hərbi ləvazimatlar Amerika Birləşmiş Ştatlarından gətirilirdi İrana, İranın dəmir yolu vasitəsilə gətirilirdi Xəzər sahillərinə, Xəzərdən göndərilirdi cəbhəyə. Xəzər dənizçiləri müharibə illərində çox maraqlı bir üsul tapdılar nefti daşımaq üçün. Onlar çənlərə bunu yığırdılar, sonra gəmilər vasitəsilə onu darta-darta aparırdılar. Bugün böyük qələbədən 80 il keçir. Bu illər ərzində Azərbaycan dövləti müharibə veteranlarına daim xüsusi diqqət göstərib. Amma ən önəmlisi odur ki, bu qələbə təkcə Bakı nefti ilə yox, həm də Azərbaycan əsgərinin cəsarəti və qəhrəmanlığı ilə qazanılıb. Bu, Sovet İttifaqı qəhrəmanı adına layiq görülən onlarla Azərbaycanlının timsalında bir daha sübut olunub.